Narsist ana nədir? Yalnız özünü düşünən, övladlarının hisslərinə və ehtiyaclarına empati göstərməkdə çətinlik çəkən, daim diqqət və tərif gözləyən bir şəxs ola bilər. Belə analar tez-tez övladlarına zərərli emosional təsir göstərirlər. Narsist ananın əlamətləri. Həmişə özündən danışır, diqqət mərkəzində olmaq istəyir. Övladının uğurlarını kiçildir və ya özününki kimi göstərir. Tənqidi qəbul etmir. Dərhal aqressiv və ya müdafiəçi olur. Övladının şəxsi sərhədlərini pozur, məsələn, gizli həyatına qarışır. Duyğulara laqeyddir və həddindən artıq emosionalsan deyə bilər. Övladı ilə manipulativ davranışlar sərgiləyir, günahlandırma, şantaj və s. Narsist ananın övlad üzərində təsirləri. Özünə inamın aşağı düşməsi, daim başqalarından təsdiq və sevgi axtarma, günahkarlıq hissi və özünü günahlandırma meyili, sosial və emosional çətinliklər, İçəqapanıqlıq və ya münasibət qorxusu, həqiqi hisslərini ifadə edə bilməmək. Necə davranmalı və özünü qorumaq üçün nələr etmək olar? Sərhədlər qoy. Ana olsa belə, sənə zərər verən davranışlara qarşı yox deməyi öyrən. Duyğularını qəbul et. Sənin hisslərin doğrudur. Özünü aldadaraq, bəlkə mən yanılıram demə. Dəstək axtar. Dostlar, etibar etdiyin insanlar və ya psixoloqla danış. Sakitliyin pozulmasın deyə məsafə saxla. Bəzən fiziki və ya emosional olaraq biraz uzaq qalmaq faydalı ola bilər. Özünü inkişaf etdir. Öz maraqlarına, hobbilərinə vaxt ayır. Həyatında nəzarət edə bildiyin sahələrə fokuslan. Peşəkar dəstək lazımdırmı? Əgər bu davranışlar sənə ciddi psixoloji təsir göstərirsə, psixoloq və ya terapeutlə danışmaq çox kömək ola bilər. Eyni vəziyyəti yaşayan insanlarla dəstək qruplarında ünsiyyət qurmaq faydalı ola bilər. Unutma, sən günahkar deyilsən. Hisslərin dəyərlidir və haqlıdır. Özünü qorumaq hüququn var. Bu egoistlik deyil, özünü sevməkdir.